Hər kəsə salam dostlar, necəsiniz, neynirsiniz? Bugün sizlərlə bərabər avtobus şoförü olacağam və gördüyünüz kimi bugün avtobus şoförlüyə başladım artıq. Bilmirəm nə olum və bugün avtobus şoförü olacağam və buradakı gördüyünüz xəritədən həmən yerə gedəcəyik. Bu arada mən neçə gündür, neçə aydır, yəni axırıncı dəfə aprelin 29-u video çəkmişdim. İndi video çəkirəm. Nəsə bismillah deyirik. Videomuza keçirik. Əgər bu videonun davam gəlməsini istəyirsinizsə, bu videoya ən azı bir 6 like gəlsin. 6 like gələn kimi davamı gələcək. Bir də Bravo videolarının da gəlməsini istəyirsinizsə yorumlara yazmağı unutmayın. Kanalımıza abunə olun, videonu bəyənin, hər yerdə paylaşın. Nə olar? 100 abunə eləyin bizə, xahiş eləyirəm. Bax, İnşallah 100 abunə olarıq. Artıq böyümək istəyirik. Azərbaycanı inkişaf etdirmək istəyirik bu YouTube'da. İnşallah hər şey yaxşı olar. Bismillah deyirik, gedirik videomuza. Uşaqlar, bugünkü məqsədimiz insanları, yəni aparırıq, yolculuq eləyirik. Avtobus şoförü oldum. Yəni avtobus şoförü. Bu arada qaydalara əməl eləməliyəm. Orada qırmızı gördüm. Qoy qırmızıdan keçməyim. Ya da belə keçməyim. Onsuz da nə olasıdır ki? Əşi keçdik. Bu arada mən səhv getdim. Yox, səhv getmədim. İnşallah səhv getmərəm. Hə, buradan, yol düzəldər. Hə, düzəldi. Ay dədə, burada Prokka yarandı da. Saxla. Hə, yo. Prokka yəni dıxaç deyək. İndi öz dilimizdə dıxaçdır əslində. Nəysə, bu arada mənə puan verin. Necə sürürəm avtobusu? Məncə indi deyərsiniz ki, çox qəşəng sürürsən, sənin kimi sürücü yer üzündə yoxdur. Məncə bu dəqiqə məni tərəfləyəcəklər. İnanıram sizə. Yəni bu oyunu əgər istəyirsinizsə mobil oyunudur. Avtobus oyunları yazırsınız, yəni çıxır. Yəni elə də böyük bir megafayda, yəni sahib oyun deyil. Oynaya bilərsiniz siz də. Sadəcə maraqlı oyundur. Mən buna görə yüklədim. Bir də pulun miqdarına baxın bir dənə. Yəni gör nə qədər pulum var. Bunu yığıram uşaqlar. 500 minə bir dənə şey var, avtobus var. Və görürsüz 337.900-dür də, yəni. Görürsüz nə qədər pulum var və mən bunu yığıram ki, yəni şey eləyim. Qəşəng bir dənə avtobus alım. İndi buradakıları götürürük, aparırıq buradakıların, yəni dayanacaqda saxlayacağam bunları. Yəni bunları aparacam dayanacağa, onları dayanacaqda saxlayacam. Yəni hara gedirlərsə orada saxlayacam da, təbii ki də dayanacaqla. Yəni biz belə avtobusuq ki, yəni dayanacaqla gedirik də indi. Hamı da dayanacaqla o yolunu o formada gedir. Təyyarə gəldi bu arada. Bu arada nə olar? 90 abunəyik. Allah rızası üçün bir dənə 100 abunə eləyin də. Yəni artıq 100 abunə olaq da, yəni çıxaq da bu da 90-dan, 80-dan. Nə olar 100 eləyin. Onsuz da biz Azərbaycanın yəni istəyirik ki, yəni bir tanınmış kanalı olaq. Yəni bloger olaq. Bu arada inşallah Ayanla da videolar gələcək. Yəni zaten bilirsiniz ki, Ayan da kanalın sahibidir. Gedib köhnə videolarımızı izləməyi unutmayın. Sizi sevirik. İnşallah vlog videolar da gələcək. Yəni maraqlı və qəşəng videolar gələcək Allahın izni ilə. Təbii ki də avtobus şoförü olmaq biraz çətindir. Bax. Buna dəysək indi cəmaət deyəcək, bu nə sürücüdür. Başlayacaqlar bizi, ay sənin heç nəyi. Yaxşı oğlansın, heç nə. Burada bəzi sürücülərimizi nağaracıyıq. Burada bəzi üzürlü sayım biraz öskürməyim gəldi. Yəqin ki, üzürlü saymış olarsınız. Çünki siz mənim canımsınız. Mənim canımsınız. Canım, ürəyim. Takipçilərimsiz. İndizdə da, oturun da yerinizdə. Boy. Mən sinirli şoförəm. Yəni mən əsəbiyəm. Mən əsəbi şoförəm. Bir dənə. Bu uşaqlar niyə pəncərənin qırağında oturur? Başa düşməm. Bu nə hörmətsizlikdir ki? Mən başa düşmədim ha. Yəni bu hörmətsizliyin qarşısını alasınız da. Yəni çox bu böyük bir hörmətsizlikdir. Yəni avtobus şoförünə qarşı böyük bir hörmətsizlikdir. Qırmızıdan keçmirəm bu dəfə. Keçmirəm. Onsuz da cəza yazdılar. Keçdim. Onsuz da cəzanı mən ödəmirəm ki. Yəni cəzanı avtobus ödəyir. Yaxşı, bu dəfə indi sən də keçməyək. Keçdim vəbşi. Vəbşi məndə yoxdur, yəni. Netodur, neto. Bir dənə buradan da pul aldıq. İndi qəşəng pulumuz var. Bir dəqiqə, başa düşməm. Bizim üzürlü sayda qardaş. Qardaş üzürlü say. Vallahi üzürlü say. İndi nağaraq. Yəni üzürlü saymırsansa birinci qələt eləyirsən, yəni. Ya da niyə gəldin ki, başa düşməm. Bəlkə mən indi bax keçə bilirəm. Keçə bildim. Keçə bilməsəydim səni söymüşdüm ha. Yəni söyüş yüklənəsi idi.
Yəni şükür elə ki keçə bildim. Bir dənə bu uydu da. Maşına baxay. Qəşəng maşındır, yəni fevral idi. Zor maşındır. Burada da fevral var. Bu ağ rəngdədir amma. Ağ rəngi pisdir amma. Nə oldu? Şəhərin hər yanında qırmızı işıqdır bala. Nə oldu? Onsa hamı qaydan riayət eləmir. Ay sənin ha, ay sənin. Heç nə olmaz. Buyur, gəl keç. Gəl keç. Gəl keç. Keç. Sən də gəl keç. Gəl keç. Başqa avtobus maşın gəlmir. Ha, şu xanım üzürlü sayın. Xanım üzürlü sayın. Vallah bilmədən vurdum. Yəni mən ümumiyyətlə elə xanım öldü uşağı. Bir dənə ora baxın xanıma. xanım yaşamır. Bir dənə ora baxın. Xanım öldü. Heç olmaz. Demək qismətində, taleyində avtobusa vurmaq ölmük var imiş. Yəni bəlkə də maşın vurub öləsi idi. Nə yaxşı avtobus vurdu, öldü. Düz deyilmi arkadaşlar? Düz deyilmi? Düz deyilsə yoruma yazın. Yəni bəlkə də sənin qədərində var imiş də, yəni alın yazılıb ki, yəni orada avtobus vuracaq, səni ölərsən. Biz də prosta biraz diqqətsizlik elədik. Heç olmaz amma. Diqqətsizlik insanda olmalıdır. Çünki diqqətsizlik olmasa biz nə qara bilərik? Heç nə. Nəsə, bir də buradan da belə gedək. Bax bu yolu, bax bu nə hörmətsizlikdir. Bax niyə bura qoyursunuz imenini bu nə deyirlər o şeyi? Özü qoy, saxlayım qoy. Taksi sür də sən də, sür də, başva dönüm, sür də. Nə qədər avtobus şeyləri var. İndi mən onları nətər bir-bir aparım indi. Adım batırırlar həqiqətən bunlar. Allah, sən canı, hədə. Bu da hər yan qırmızı deyil. Şəhərdə mən yaşıl işıq görmədim. Ona görə vallah, qaydanı pozuram. Yəni, orada yazıb ki, şeydən yəni qaydanı pozdun. İşıqdan keçdi, qırmızı işıqdan keçdi. Onsuz da qırmızı işıq nə üçündür? Belə deyək də, yəni qırmızı işıq. Bax, bura niyə qoyursun? Bax, cəmaət burada ilişir qalır da. Nəyə qoyursun ki onu ora? Keç. Mən bir dəqiqə, o polis şey keçdi. Avtobus zolağına keçdi. Yəqin cərimə yazdılar ona. Ay belə. Aha, oyunu bitirdik. Şükür, oyunu bitirdik. Onsuz da ki, bir dənə adam öldürdük. Nə qardıq? Qadını vurduq. Bilmədən oldu. Təbii ki də biz bilə-bilə heç də eləmirik. Bilmədən qadını vurduq. Yəqin ki o qadın artıq bizi bağışlayar. O biri dünyada, axirətdə bağışlayar yəqin ki bizi. Çünki yəni biz bilmədən indi bir maşın gəldi, elədik. Yəni bunu elədik. Yəni inşallah bağışlayarsan. Hətta bağışlamırsan da laf belə mənim. Nəsə. Bağışlayar məncə. O bağışlayacaq. Yəni Allah bağışlayırsa o da bağışlamalıdır. O kimdir ki? Heç kim. Bəndədir də, yəni Allah bəndəsi. Nəsə. İndi bu dayanacaqda adamları götürür, sonra bir-bir dayanacaqda düşənlər düşür, minənlər minir. Çox qəşəng avtobus şoferəm, biraz əsəbiyəm. Bax, əsəbiyəm. Buradan yolculuqlara deyirəm, yəni sərnişinlərə deyirəm. Mən sürücüyəm, yəni avtobus sürücüsü. Sərnişinlərə deyirəm. Avtobusun içində içdiniz, batırdınız. Yəni onu sizin yedizdirəcəm. Ondan sonra siz onu yiyəsiz. Bu nədir? Cənnətə düşmüş elə bil. Bu nədir ola? Nə qədər pul var burada? Gözü götürməmsin. Ay Allah, bu vapşe 1000 da. Bu yəni elə belə pul deyil. Buradan da elə pul gəlir biz. Ay Allah, gözlə elə bil. Elə bir avtobus oyunu da öyle. Hətta nəyə keçirsən? Bax indi sən siqnallayım indi. Qarşınıza çıxır elə. Elə bir şey oyunu deyil. Sumbasif oynayırsan uşaqlar. Sumbasifdə var axı şey. Bu sumbasif oynayırsan. Nəsə belə gedək. Bax indi bu nə ədalətsizlikdir, mən anlamıram. Bu ədalətsizlik. Polis nə keçirsən mənim arxama? Sonra da deyirlər ki, vapşe bu oğlanı da öldürdük. Bir qadın getdi, bir oğlan getdi. Heç nə olmaz. Qədərinizdə var ibsa ölməlisiniz. Nəsə. Getdik. Oyda, bu nə? Oyda. Bizim uşaq ləqəbimiz var. Avtoş sürücü. Bizim ləqəbimiz budur. Avtoş sürücü. Nə oldu bala? Niyə getmə? Dədə, indi gəl bir dənə. Çətin prosesdir. Yəni qaqa, çox çətin bir prosesdir. Bir dənə gözə buradan pulları alım, sonra oradan gələrəm. Qaqa, bu nə puldur? Pul cənnətidir bura. Üzr istəyirəm. Pul cənnətisə bilək yəni. Gözlə indi bir dənə buradan. Sürücülər var indi. Deyəsən sürücü yoxdur da yəni. Mən bildiyimə görə biz hələ sürücü götürməmişik. Yəni sərnişin də. Sürücü mənəm Bu nə sürücüsü danışım, amma sürücü mənəm yala. Sərnişin götürməmişik. Ay dədə, yəni çaşıb
Deyirəm sürücü götürməmişik. Nəsə. Qaqa keçin mənim yerimə keçin. Bu nə hörmətsizlikdir? Hə. Yox, götürməmişik. Görürsüz boşdur. İndi amma götürürük. İndi uşaqlar götürməliyik. Yəni götürməliyik. Bir dənə bunlar da qəşəng bir dənə pır qoyaq yerinə, işinə. İçsin oyun. Kanalımıza abunə olmağı, like atmağı, paylaşmağı, yorum yazmağı unutmayın. Bax bunlar hamısı pulsuzdur. Yəni ücretsizdir. Bunları nə olar yapın. Yəni lütfən yapın. Allah rızası için yapın. Bax xahiş edirəm. 100 abunə olaq, YouTuber olaq, böyük kanal olaq. Nə olar ki bu sizin əlinizdədir. Siz mənim kanalıma baxırsınız. Xoşunuza gəlsə bir dənə abunə olun. Xoşunuza gələcək zaten. Siz əgər bir kanaldan xoşunuza gəlmək üçün, yəni xoşunuza gəlmək üçün o kanalı idarə etməz. Necə idarə etməz? Məsələn, deməsən bu videonu çək, o vlogu çək, belə oyun videolar gəlsin. Biz də onu gətirəcəyik və sən də sevinə-sevinə baxacaqsan əziz izləyici. Ona görə sənin də bir dənə işin var. Abunə olmaq, bir də like atmaq və əssalam. Hamısı da pulsuzdur, yəni pul vermirsən. Jeton atmırsan, pul vermirsən. Yəni bunlar pulsuz ola əgər dödə gördünüz ola. Yəni bunlar pulsuz ola sən abunə olmursansa, yəni sən günahkarsan, sonra da demək ki YouTuberlər belə-belə. Sən özün burada günah işləyirsən, sonra deyirsən ki YouTuberlər belə. Yəni haqqına girirsən. Qaqa mən avtobusam. Ona görə yəni mən sataşmayayım. Baxın, sürətini görsün, yəni sürətli sürürəm bu arada. Davay siz ağac uçdu uşaqlar. Ağac uçdu getdi. Nəsə bir dənə bunları da qoyaq. Sərnişinləri qoyaq. Videomuz bitsin. Aha bunlar düşürmü? Hə düşdü. Nəsə. Uşaqlar videomuz buraya qədər idi. Özünüzə yaxşı baxmağı unutmayın. Sağ olun dostlar, özünüzə yaxşı baxın. İnşallah gələn videolarda görüşmək ümidi ilə sağ olun, özünüzə yaxşı baxın. Sağ olun.